9-cu siniflər üçün olan OTQ sınavına baxaq. Deyək ki, cümləsində hansı cümlə üzrə iştirak etməyib. Keçdi xəbər, kim oğlan, hansı oğlan yaşıl gödəkçə geyinmiş, nə zaman traktor xəndəyin yanına çatanda, deməli zərfliyimiz var, gəlin cavablardan çıxar, zərflik var, təyinimiz var, təyində çıxar cavablardan, mübtədədə oğlan var, cavab olacaq bir tamamlığımız yoxdur, arxad layıb zərflik, bu tərəfə də zərflik. Deyil, nümrədəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Deyir, ay çəmənin çiçəyi niyə soldu ləçəyin, bu dünyanın gerçəyi yalanı xatirədir. Çox mənalı söz yoxdur, soldu sözü çox mənalı kimi işlətmək olar. Bütün misranın son sözün amonimi var, çiçəyin amonimi var, amma ləçəyin gerçəyin amonimliyi yoxdur. Bir-birilə əks mənalı sözlər var. Baxaq, yalan və gerçək cavablar C. Deyir, bütün sözlərin leksik mənası var. Məsələn, ay sözünün leksik mənası yoxdur. Bir-birilə sinonim olan sözlər iştirak edib, sinonim yoxdur. Deyir, Leysan yağdı və küçəmizdən sel axmağa başladı. Tabii mürəkkəb cümlənin tərkibçisi arasındakı hadisələrə aiddir. Küçəmizdən sel axmağının səbəbi nədir? Leysanın yağmağı. Cavab olacaq A. Deyir, söz sırası pozulmuşdu. Mən mi qocalmışam ya zəmanəm yox. Dənizdən ayrılmış qupquru qaya qədim xatirədək əyib başını. Başını qədim xatirədək əyibdir. Cavab olacaq B. Bir arzum var, ay adamlar qoyun deyim. Yazda keçiləcək tədbir aylarla yubandı. Xeyr, yeni qonşular biraz xeyr. Deyir, bu mübarizədə kimin qalib olacağı bizdən asılıdır. Cümləsi sözlərlə bağlı doğru fikirlər. Təsvirlənmə feil işləmişdi. Bəli, qalib olacağı biri-bir olar. Sifət xəbəri şəkilçisi qəbul edib asılıdır. Necədir? 1-2 olar. Əvəzliyin yalnız 2 məna növü. Bu işarə əvəzliyi, kimin var, bir də ki biz var. 3 dənə məna növü var, 3 çıxaq. 2 mücərrəd isim var. Cəmi burada mübarizə 1 isim var. Cavab olacaq 1-2 E variantı. Deyir, hansı cümlədə həm tabeli, həm də tabisi əlaqəsi var. Arif, sıxılma, ürəkli ol. Burada yalnız tabeli əlaqəsi var. Hər yanda bir qərib axşam səssizliyi var. Burada da yenə tabeli. Ulduzlar iri və parlaq görünürdü xəbər. Nə ulduzlar, necə nə tərzdə iri və parlaq. İri görünürdü, parlaq görünürdü. Sadalanma var, olacaq nə tabisi əlaqəsi. Ulduzlar görünürdü, bu da olacaq tabeli əlaqəsi. Cavab olacaq C. Biz sabah kəndə doğma obamıza gedəcək cümləsində əlavə hansı cümlə üzvünə aiddir? Biz sabah kəndə gedəcək. Olacaq nə? Yer zərfliyinin. Müəyyən şəxsi cümləni deyir seçin. Tər çiçək qoxulu yasəri bu adlıq cümlədir. Bu sənədlərə artıq baxılıb şəxsiz cümlə. Adam yıxıldığı yerdən qalxar. Kim? Adam. Cavab olacaq C. Düzdür. Ümumi bir cümlədir. Amma orada mübtədə varsa biz artıq onu müəyyən şəxsi deyəcəyik. Çayı soyuq içməzlər. Bu ümumi şəxslidir. Bugün küçəmizə asfalt örtük çəkilər. Bu da qeyri-müəyyən şəxslidir. Dil cədvələ uyğun nömrələrlə müəyyən edin. Mürəkkəb söz yazılışından fərqli tələffüz olunur. Baxın, inadkar mürəkkəb söz deyil. İkinci cavablardan çıxın. Düzəltmə söz yazıldığı kimi tələffüz olunur. Sarsıntı düzəltmə söz deyil. Sarsıntı düzəltmə söz deyil. Ona görə 4-də cavablardan çıxır. Cavab olacaq 3. Sarı köynək və insanpərvər. Keçək 10-cu suala. Deyir, hansı nümunə əmr cümləsidir? Gəl kəndə həmin kəsə yolla gedək. Cavab olacaq A. İgid əskər düşmənə aman vermə, bu nida cümləsidir. El ilə gələn qara gün toy bayramdır, nəqli cümlə. Bu indi qlobal problemdir, nəqli cümlə. Bugün həmin material hazırlanmalıdır, bu da nəqli cümlə. Cavab olacaq A variantı. Mətn suallarının izahı isə növbəti videoda olacaq.